Salam, mən IT Brains Akademiyinin qrafik dizayn üzrə təlimçisi Bəhərmov Kənan. Bugün sizlərlə qrafik dizayna giriş, ilkin bilikləri öyrənəcəyik. İndi isə keçək dərsə. Bizdə ilk öncə belə bir ana səhifə açılır bizdə Adobe Illustratorda. Biz buradan New File, yəni yeni bir kompozisiya yaratmaq üçün buna klik edirik. Daha sonra bizə bir dənə belə bir səhifə açılır. Burada bizə burada hazır ölçülər təqdim olunur Adobe Illustratorda. Biz bu hazır ölçülərdən istifadə edə bilərik və yaxud bu hissəyə keçid edirik. Bu hissədə bizdə detal hissəsi qeyd olunub. Yəni bu bizim faylımızın adını qeyd edirik bura. Faylımızın adını biz nə hazırlayacaqsa onun adını qeyd edirik. Məsəl üçün biz buraya yazaq banner dizaynı hazırlayacaqsa əgər. Daha sonra isə burada bizə ölçü hissələri qeyd olunubdur. Pixel, points, feet, millimetr, santimetr və metr. Bizdə burada əsasən lazım olacaq bizə piksel, millimetr, santimetr və metr lazım olacaq daha çox. Biz burada piksellə davam edək hələ ki. Mənə ölçü olaraq lazımdır. Məsəl üçün yazırıq bura biz Instagram post ölçüsünü qeyd edək. Instagram post ölçüsü məlumdur ki 1080-in 1350-yə. Biz bunu qeyd etdik. Burada isə daha sonra orientation hissəsi var. Bu nədir? Bizim dizaynımızı vertikal olsun, yoxsa horizontal olması üçün burada bizə seçim verir. Biz bunu buradan seçə bilərik. Bu formada, burada fikir verirsinizsə bu hissə dəyişir. Biz bunun, məsəl üçün bunu seçdik, standart Instagram post ölçüsünü. Daha sonra burada bizə artboard hissəsini verir. Yəni biz açacaq səhifənin neçə ədəd olmağını istəyirik. Biz buradan bunu artıra bilərik və yaxud elə birdə də saxlaya bilərik. Bu hissəsi bizdə dizaynda boşluq hissələrdir. Yəni biz dizayn hazırlayarkən kənar hissələrdən biz buraya yazsaq ki, məsəl üçün 5 piksel bu hər birinə aid olur. Yəni hər tərəfdən 5 piksel bizə məsafə verəcək. Biz bu məsafənin içində yığmalıyıq dizaynı. Daha sonra isə burada background hissəsi gəlir. Background hissəsində biz transparent seçə bilərik. Bu əsasən bu seçili olur Adobe Illustratorda. Və yaxud biz buradan rəngləri seçə bilərik. Yəni bu bizə nədə lazımdır? Açacaq səhifənin hansı rəng olmağı. Yəni bu çox da bir önəm daşımır əslində. Biz bunu transparent seçə bilərik. Daha sonra burada bizə RGB və CMYK rənglər gəlir. RGB rənglər daha çox sosial media üçün bizə lazım olur. Bannerlər və ya çap məhsulları üçün isə CMYK rənglər bizə lazım olacaq. Biz burada hələ ki RGB-ni seçirik. Buradan NID ola bilər, bu problem deyil. Daha sonra burada bizə DPI hissəsi gəlir. Bu şəklin, save edəcəyimiz, yükləyəcəyimiz şəklin sonunda kompozisiyanı bitirdikdən sonraki bizə hansı ölçüdə olmalıdır, yəni hansı keyfiyyətdə olmalıdır onu göstərir. Biz buradan 300, əslində sosial media üçün çoxdur. Biz bunu 72 və 150 edə bilərik. 150 seçək biz burada. Preview mod bura hər ki toxunmayaq bu hissələrə və create edirik. Və bizdə səhifə yaranır. Fikir verirsinizsə burada qırmızı bir hissə yaranır. Bu hissə bizdə kənar hissələrdir. Yəni burada biz dizayn hazırlayarkən bu hissələr biz heç bir şey çıxartmamalıyıq. Çünki bu bizə nədə lazım olacaq? Həm dizaynın sərgəli görünməsində, həm də ola bilər bu dizayn reklama gedə bilər və s. O hissələr bəzən reklama gedərkən dizaynlarda kəsilmələr ola bilər. Harada yayımlanacağını asılı olaraq. Ona görə biz maksimum dərəcədə iç hissədə yığmalıyıq dizaynın yazı hissələrini və əlaqə məlumatlarını əsasən. Daha sonra burada bizə belə bir toolbar hissəsi var. Toolbar bizə Illustrator lazım olacaq bütün toollar burada yerləşdirilibdir və bəziləri də buradadır. Bunlar daha çox burada yerləşdirilənlər ikinci dərəcəli toollardır bizdə. Əsas toolların hamısı burada yerləşdirilibdir. Eyni zamanda burada bizdə artıq Illustratorda AI hissəsi də var. Bunu da ətraflı olaraq keçəcəyik. Bu hissədən bizə çox maraqlı və müasir burada köməklər var. Onlardan istifadə edəcəyik. Buradan qısaca sizə toollardan izah eləməli olsam, burada bizə ən rahat hissələrdən biri shape'lərdir. Shape fiqurlar. Yəni ki fiqurlar. Biz burada bir dənə belə fiqur çəkirik, 4 bucaq.
seçdik. Məsəl üçün hazırdır bu. Biz bu yanındakı Selection Tool gedir bunun adı. Direct Selection Tool. Biz bunu seçirik və bu hissədən dartdığımız halda artıq fiqurun, dörtkünc fiqurun yan hissələri ovallaşmaya başlayır. Burada eyni zamanda biz burada klik eləyəndə, sağ klik eləyəndə bizə burada digər shape'ləri də verib. Burada biz istifadə edə bilərik ulduz fiqurundan istifadə edə bilərik. Daha sonra burada oval fiqur var. Biz shift ilə fiquru çəkməyə başladığımız halda bu bizə proporsional olaraq böyüdür. Əgər mən əlimi shiftdən çəksəm, sadəcə fiquru çəksəm, yəni bu belə proporsiyasız formada bunu çəkir burada. Amma mən shiftlə elədiyim halda bu bizə proporsional olaraq tam proporsional olaraq verir bizə fiquru. Biz bunları çəkdik. Məsəl üçün indi biz bunlara qısaca bir dənə rəng verək. Rəng vermək üçün biz bununla klik edirik. Burada avtomatik olaraq bizdə çıxır rəngləri, ağ rəng, bunun rəngi və yaxud bu hissədən, əsasən bizdə lazım olacaq bu hissə. Bu hissədən fill hissəsinə keçid edirik, bura klikləyirik və buradan hər hansı bir rəng götürək. Məsəl üçün bu yaşlı rəngi götürdük. Mən istəyirəm ki, bunun ətrafında da bir xətt olsun, yəni buna biz deyirik stroke. Buradan stroke görürsünüz. Biz buradan bunu artırırıq. Bu qara rəng avtomatik olaraq qara rəng verir. Mən bunu eləyirəm ağ rəng, məsəl üçün. Görürsünüz artıq. Bizə belə bir fiquru yaratmış oldu. Qıraqları ağ konturla. Eyni şəkildə bunları da biz bunu tətbiq edə bilirik. Burada nə etmişdiksə, hansı prosesdə eləmişdiksə, sadəcə biz fiquru seçirik. Klaviaturadan eyni klikləyirik və hansı fiqurdan götürmək istəyiriksə, onun üzərinə bir dəfə klikləyirik və bu formada bizə həmin fiqurları, yeni fiqurları, bunun bütün üzərindəki olan rəngini, xəttini, strokunu götürür öz üzərinə. Eyni formada biz buradan 2 dəfə klikləyib, buradan Color Picker açılır. Buradan biz istədiyimiz rəngləri buradan, bu formada, yəni burada olmayan rəng yoxdur. Bütün rənglərdən istədiyimizi seçirik. Məsəl üçün pink rəngini seçək. Bunu da eyni formada buradan girib rəngini dəyişə bilərik. Bu formada. Daha sonra burada bizdə bir çox proqramda gördüyümüz hissə text hissəsidir. Biz burada kliklədiyimiz halda burada bizə Lorem Ipsum deyə bir yazı verir. Bu avtomatik illüstratorun öz yazısıdır. Biz bu hissədən, bu paneldən buradan bunun ölçüsünü böyüdə bilirik. Məsəl üçün buraya yazaq Design. Qeyd elədik. Bu hissədə bizə yenə, bizim bütün işimiz bu hissədən gedəcək. Burada bizə font seçimi verir. Biz buradan hər hansı istədiyimiz fontu seçə bilərik. Seçdik. Və fontun burada ailəsi deyilir. Yəni burada ailə hissəsi olur. Burada adətən fontun digər hissələri görünür. Bir dəqiqə ona uyğun font tapım mən. Bu fontu seçdik. Bizdə aşağıda burada font ailəsi deyilən bir hissə var. Yəni burada fontun nazik, qalın, çox qalın hissələrinə doğru belə aşağıdan yuxarı doğru sıralanır. Biz burada seçirik məsəl üçün bold və daha sonra mən buradan buna, yenə bu hissədən buna bu formada rəng verə bilərəm. Bu formada rəng verib, daha sonra yazının ölçüsünü yenə buradan və yaxud bu formada dəyişib istifadə edə bilərik. Və yaxud üzərinə 2 dəfə klik edib yenidən yazını dəyişə bilərik. Bu formada. Bu bizdə illüstratora ilkin girişdir. Yəni burada biz sizə daha çox köhnə proqramlardan gördüyünüz, burada da olan bəzi toolları göstərməyə çalışdıq ki, sizə hər şey aydın olsun. Burada digər bütün toollarda bizə dərs prosesində hamısını izah edəcəyik. İllüstrator girişdən bu qədər. Video sizə faydalı oldusa like etməyi unutmayın. Növbəti dərslərdə görüşərik.